Əslində belə bir dəyişiklik ötən il baş verən avia zərbələrdən sonra aktuallaşdı. İran-İsrail müharibəsindən sonra dilə gətirilən məsələ hazırda bəyanat kimi səslənir. İranın hərbi doktrinasının müdafiə strategiyasından hücum strategiyasına keçdiyini Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi elan edir. İran tərəfi 10 illiklər ərzində ilk dəfə müşahidə olunan bu dəyişikliyi regional gərginliyin kəskin şəkildə artması ilə əlaqələndirir. Я не думаю, что Иран меняет. Aydındır ki, Tehran üçün cavab və ya qabaqlayıcı zərbələr yenə də prioritet olaraq qalır. Bura İsrail, eləcə də Hörmüz boğazı yaxınlığında ümumiyyətlə İran sərhədlərindən 1500 kilometr radiusda yerləşən Fars körfəzindəki Amerika hərbi bazaları daxildir. Bu o deməkdir ki, hədəfləmə baxımından prinsipial olaraq yeni bir şey baş verməyib. Sadəcə bu dəyişiklik İranın istənilən xarici təzyiqə baxmayaraq suverenliyindən və siyasətindən imtina etmədiyini göstərmək üçündür. Məlumdur ki, son 6 ayda Çin və Rusiyadan İrana çox sayda silah sistemi tədarük edilib. Deməli, hərbi texniki imkanlar artıb. Fikrimcə, bu məsələnin meydana atılması müəyyən qədər İranın əvvəlkilərdən daha fərqli reaksiya verəcəyini nümayiş etdirmək məqsədi daşıyır. Yəni, ötən ilin iyun ayında olan müharibədən daha fərqli, daha dağıdıcı, daha çox şaxəli cavab zərbələri vuracağını nümayiş etdirmək istəyir. Ola bilər ki, İran bölgədə özünün müttəfiqlərinə də müəyyən mesajlar verirlər ki, əvvəlki kimi, yəni ötən yayındakı kimi davranmasınlar. Bu birinci növbədə Rusiyaya aiddir. Çünki ötən müharibədə Rusiyanın davranışları İranın o qədər ürəyincə olmadı. Müəyyən qədər Çinə mesajlar ola bilər. Hərbi strukturları sırf hərbiçilərin nəzarətinə keçirmək cəhdi ilə bağlı ola bilər. Hərbi doktrinadakı dəyişikliklərin mətni dərc olunmasa da hərbi liderlərin açıqlamalarından aydın olur ki, onun əsas prinsipləri müdafiə və çəkindirmədir. Yəni, İran müharibələrə başlamır, əksinə təcavüzə qətiyyətli və dağıdıcı cavab verir. Bu yanaşma İran-İraq müharibəsinin təcrübəsindən formalaşır. Digər bir yenilik asimetrik müharibədir. Yəni, insan qüvvəsinə üstünlük verilməsi, texnoloji cəhətdən güclü rəqiblərə qarşı ballistik raketlərin və dronların hazırlanması. Dəyişikliklərdən biri də cəbhə xəttini İran sərhədlərindən uzaqlaşdırmaq və müqavimət oxu boyunca müttəfiqlərin köməyi ilə döyüşmək. Это значит, что он до İranın zərbə endirməsinə gəlincə, bu yalnız belə bir təhlükə ilə bağlı əsaslı dəlillər olduğu halda mümkündür. Çox güman ki, Rusiya orbital qrupu daha çox Avropaya, o cümlədən Ukraynaya yönəldiyindən İran xarici kəşfiyyatdan məncə əsasən Çindən ciddi məlumatlar almağa başlayır. İranın mövqeyinə Amerikalı siyasətçi və hərbiçilərin reaksiyasına gəlincə, görünən odur ki, Vaşinqtonda Tehranın bu dəfə daha qətiyyətli addımlar ata biləcəyinə inanırlar. Qeyd edim ki, Birləşmiş Ştatlar hazırda yeni eskalasiya və təcavüz dalğasına hazır deyil. Bu əlavə xərc deməkdir və Birləşmiş Ştatların indi buna nə maliyyəsi, nə də siyasi iradəsi var. Amma bu növbəti 6 ay ərzində də müşahidə olunmayacağı anlamına gəlmir. İran atom silahından istifadə eləməyəcək ki, nə qeyri-adi bir addım atacaq. İranın olsa o proksi zərbələrinə rast gələ bilərik. Yəni, təkcə bu bölgədə yox, uzaq bölgələrdə də Amerikanın və İsrailin müəyyən mövqelərinə zərbə vurmaq, hətta Amerikanın içində kəşfiyyat müharibələrinə, terror müharibələrinə başlamaq, bu da ola bilər cavab üçün. Ondan sonra Hörmüz boğazının bağlanması, hansı ki bunu indiyə qədər biz görməmişik, amma İran bu addım ata bilər. Bundan sonra İranın raket zərbələrinin coğrafiyasında müəyyən dəyişikliklər baş verə bilər. Əgər ötən müharibədə yalnız Qatarda bir ölkədəki obyektə bazaya zərbə vuruldusa, bu dəfə zərbə coğrafiyası daha da genişləndirilə bilər. Hərbi doktrinada edilən dəyişiklik Tehrana ölkənin ərazisindən kənarda da zərbələrə icazə verir. Qərb mediasında yayılan xəbərlər müşahidəçilərə görə daha çox rəsmi doktrinanı deyil, teleqrafın şərh etdiyi ssenariləri əks etdirir. Amma İran daxilində müşahidə olunan dəyişikliklər, o cümlədən müharibədən sonra yaradılan yeni strukturlar yazılanlarda həqiqət payı olduğuna işarə edir. Yaradılan Müdafiə Şurası Xamneyinin birbaşa iştirakı olmadan idarə etmək, xarici siyasət və təhlükəsizlik məsələlərini əlaqələndirmək üçündür. Əli Laricani isə birbaşa böhranda fraksiyalar arasında konsensus yaratmaq üçün Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib. Bəzi ekspertlər hesab edir ki, Amerika Birləşmiş Ştatlarının mərkəzi komandanlığının rəhbəri
rəhbəri Brett Cooper'ın Oman danışıqlarında iştirakı da İranın hücum doktrinasına keçidinin elan edilməsi və yeni Xorrəm şəhər 4 ballistik raketinin nümayişi fonunda baş tutdu. Qeyd edək ki, bu raket 10 dəqiqə ərzində İsraildəki hədəflərə, eləcə də bölgədəki Amerika bazalarına və hətta Avropadakı hədəflərə çatmağa qadirdir. Müşahidəçilər hesab edir ki, İran bununla bir növ növbəti müharibənin mütləq onun sərhədlərindən başlamayacağına işarə edir.